Şəhər mühitində sahibsiz heyvanların mövcudluğu illərdir ki, həm ictimai təhlükəsizlik, həm də heyvanların qorunması baxımından həssas və mübahisəli bir mövzu olaraq qalır. Qədim tarixi və füsunkar təbiəti ilə tanınan Şəki də bu problemdən kənarda deyil. Küçələrdə gəzən sahibsiz itlər bəzən sakinlərin narahatlığına səbəb olur. Hətta ötən günlərdə sahibsiz itlərin insanlara hücum etmələri də qeydə alınıb. Şəki rayon mərkəzi xəstəxanasından verilən məlumata görə 2025-ci ilin yanvar-oktyabr ayları ərzində it dişləməsi səbəbindən tibb müəssisəsinə 1017 nəfər müraciət edib. Onların hər birinə zəruri ilkin tibbi xidmət göstərilib və quduzluq əleyhinə peyvənd olunublar. Şəki şəhər İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi Rasim Həsənov sahibsiz itlərlə bağlı məsələnin onların da gündəlik qayğılarından biri olduğunu bildirir. Onun sözlərinə görə bu məsələ onların diqqət mərkəzindədir. Rasim Həsənov bu məqsədlə dövlət fondundan 1 hektar torpaq sahəsinin ayrılması üçün müvafiq qurumlara müraciət olunduğunu, hazırda sənədləşmə işlərinin davam etdiyini bildirib. Sığınacağın yaranması üçün biz şəhər İcra Hakimiyyəti ilə birlikdə iş adamlarının dəstəyi ilə bu işə başlamışıq və bu günlərin bu işlə bərabər şəhər bələdiyyəsi şəhərin iş adamları ilə birlikdə həmin sahibsiz heyvanların toplanmasında böyük fəallıq göstərirlər. Onların toplanaraq vaksinasiya prosesinə cəlb edilməsi və birkaç şəkilində onların qeydiyyatdan keçirilməsini təmin edirlər. Eyni zamanda biz şəhər nümayəndəliyi kimi şəhərimizdə insanlarla maarifləndirmə işləri aparır. Mütəmadi olaraq şəhərin təmiz saxlanılması, zibillərin zibil qutularına atılmasını, çayların, şəhərin bütün ərazisinin təmiz saxlanmasını onlara tövsiyə edirik. Bildirilib ki, bu işdə sakinlərin də dəstəyinə, köməyinə ehtiyac var.